Salam hörmətli izləyicilər, mən Edukampani Təhsil Şirkətinin Nərmanov filialının tarix müəllimi Ceyran Həşimova. Bugünkü mövzumuz Birinci Dünya Müharibəsi mövzusu olacaq. Başlayırıq. Birinci Dünya Müharibəsində ilk öncə, müharibə başlamamışdan öncə dövlətlərarası münasibətlərə biraz giriş edək. Dövlətlərarası münasibətlərdə gələk, hər bir dövlətin sözsüz ki, Dünya Müharibəsinin başlamaqda bir məqsədi var idi və qruplaşmalar arasında baş vermiş bir müharibə idi. Ona görə bütün dünyanı əhatə etdiyi üçün Dünya Müharibəsi adlanacaq. Hansı qruplaşmalar arasında baş vermişdi? Antanta və Üçlər İttifaqı tərəfindən başladılmışdı müharibə. Antantaya daxil olan dövlətlər Rusiya, İngiltərə, Fransa. Birinci ilk öncə nəyə nəzər yetirməliyik? Baxmalıyıq ki, Antantanın əsasının qoyulması bizdən nə vaxt istənilir və Antantanın yaranması testlərdə vacib olan məqamlardır. Antantanın əsası qoyulubdur 1894-cü ildə İngiltərə ilə Fransa arasında imzalanmış müqaviləyə əsasən. Daha sonra bu müqaviləni davam elətdirəcək Fransa ilə İngiltərə 1904-cü ildə. Ən sonda isə 1907-ci ildə İngiltərə ilə Rusiyanın barışmasından sonra, çünki biz bilirik ki, 19-cu əsrin ikinci yarısında İngiltərə-Rusiya münasibətləri gərgin idi. Yaxın Şərqdə ümumiyyətlə ərazi uğrunda mübarizə aparan dövlətlər idi ki, sonda Peterburq müqaviləsinə əsasən onların birləşməsi ilə Antantanın yaranması başa çatdı. Yəni testə düşəndə Antantanın yaranmasını biz 1907 götürəcəyik, lakin əsasının qoyulması 1894. Digər tərəfdən isə Üçlər İttifaqı. Biz xatırlayırıqsa, Almaniya artıq 19-cu əsrin ikinci yarısından etibarən, hansı ki Frankfurt sazişindən sonra Avropada, eləcə də dünyada sənayesi sürətlə inkişaf etməyə başlayacaq və artıq 20-ci əsrin əvvəlində dünyada sənayenin inkişafı üzrə ikinci yerə gəlib çıxacaq və Almaniya sənayesi Avropada mövcud olan digər dövlətlərin sənayesini artıq üstələmişdi. Sözsüz ki, burada, yəni İngiltərə bunu heç cür qəbul etmək istəmirdi və onun sənayesini zəiflətməyə çalışırdı. Və Almaniya 1879-cu ildə Avstriya-Macarıstanla birləşərək Üçlər İttifaqının əsasını qoyur. Daha sonra bu ittifaqa 3 ildən sonra 1882-ci ildə İtaliyanın daxil olması ilə Üçlər İttifaqı yaranır. Yəni onun da əsasının qoyulması 79-da, yaranması isə testə düşəndə 82-ci ildən götürəcəyik. İndi gəlirik Birinci Dünya Müharibəsinin başlamasında dövlətlərin məqsədlərinə. Yəni bu həm də bir növ səbəb hesab olunur. Məqsədlər sözsüz ki, hər bir dövlətin yeni ərazilər işğal etməsi idi. Misal üçün deyək ki, Almaniya ona rəqib olan dövlətlərin ərazilərini, müstəmləkələrini ələ keçirməyə çalışırdı. Almaniyaya rəqib olan dövlətlər isə Almaniya və onun müttəfiqlərinə aid olan əraziləri ələ keçirməyə çalışırdı. Burada diqqət edəcəyimiz məqam Balkanlarda möhkəmlənməyə can atan dövlətlər, Balkanlarda Rusiya və Avstriya-Macarıstan ərazi ələ keçirməyə çalışacaq. Daha sonra İngiltərə, biraz öncə dedim ki, Avropada bir nömrəli sənaye ölkəsinə çevrilmişdi Almaniya və İngiltərə bununla barışmaq istəmirdi və İngiltərə Almaniyanın sənayesini zəiflətmək və onun müstəmləkələrini ələ keçirməyə çalışırdı. Eyni zamanda Almaniyanın özü də yeni ərazilər işğal etmək və öz rəqiblərini zəiflətməyə çalışırdı və bütün bu amillər Birinci Dünya Müharibəsinin başlamasına səbəb olan amillər idi və dövlətlərin məqsədlərinə daxil olur. Keçirik digər bir məqama, bəhanəyə. Birinci Dünya Müharibəsi kiçik bir qığılcımla, kiçik bir bəhanə ilə başlayacaq. Belə ki, Avstriya-Macarıstan vəlihədinin Serb millətçisi tərəfindən öldürülməsi buna bəhanə olacaq. Gəlin baxaq, Avstriya-Macarıstan imperiyasının müttəfiqi böyük bir imperiya Almaniya imperiyası idi və müharibəni başladan tərəf Avstriya-Macarıstan olacaq Serbiyaya müharibə elan etməklə. Və Serbiyanı kim müdafiə edirdi? Rusiya müdafiə edirdi. Və beləliklə Birinci Dünya Müharibəsi 1914-cü ildə başladılacaq. Baxırıq biz Dünya Müharibəsində ümumiyyətlə 1914-cü ildə baş vermiş hadisələrə. 1914-cü ildə müharibə başlayanda bizdə 3 cəbhə mövcud idi. Şərq cəbhəsi, Qərb cəbhəsi, Balkan cəbhəsi. Lakin müharibə başladıqdan sonra, elə eyni ilə aiddir 1914-cü ildə Osmanlının da müharibəyə daxil olması ilə Qafqaz cəbhəsi qurulacaq. Burada diqqət edəcəyimiz məqam müharibədən sonradan qoşulan dövlətlərə çox diqqət etməliyik. Yəni əvvəlki qruplaşmalarda onlar yox idi, müharibəyə sonradan qoşulacaq. Elə 1914-cü ildə başlamışkən 1914-cü ildə müharibə başladıqdan sonra 2 dövlət müharibəyə qoşulacaq. 1. Osmanlı, 2 isə Yaponiya.
Osmanlı Üçlər İttifaqı tərəfindən, Yaponiya isə Antanta tərəfindən müharibəyə daxil olacaq. Baxaq görək, Yaponiyanın müharibəyə daxil olmasında məqsəd nədən ibarət idi? Yaponiya müharibəyə uzaq şərqdə Alman mülklərini ələ keçirmək ümidi ilə müharibəyə qoşulmuşdu və eyni zamanda hər zaman nüfuz etdiyi bir dövlət var idi, güc tətbiq etdiyi bir dövlət var idi, Çin. Çin ərazilərinə olan iddiaları onu müharibəyə qoşulmağa vadar edəcək. Digər tərəfdən Osmanlı belə deyək də, öz ərazisində Alman gəmilərinə sığınacaq verəcək və Almanlar Osmanlı ərazisindən istifadə edərək Rusiyaya ərazilərinə atəş açması ilə Osmanlı müharibəyə daxil olmuş olacaq. Belə ki, deməli, digər rəqib dövlətlər, hansı ki Rusiyanın müttəfiqi olan İngiltərə, Fransa, eləcə Rusiyanın özü Osmanlıya müharibə elan etməsi ilə 1914-cü il müharibə başladıqdan sonra Osmanlı müharibəyə daxil olur və Osmanlı müharibəyə daxil olması ilə Qafqaz cəbhəsi açılacaq. Xatırladım ki, Qafqaz cəbhəsində müharibə aparan iki dövlət olacaq, Rusiya və Osmanlı və biz buna mütləq diqqət eləməliyik. Yəni, dünya müharibəsində bütün döyüşlərdə Osmanlının iştirak etdiyi bütün döyüşlər, misal gətirə bilərəm, Kütül Əmarə döyüşü, Bağdad uğrunda gedən döyüşlər, bunlar Qafqaz cəbhəsinə aid olan döyüşlər deyil. Çünki tərəflərin digəri Rusiya olmalı idi. Gəlirik 1914-cü ildə baş verən döyüşlərə. Deməli, olacaq Tannenburg döyüşü, daha sonra olacaq Qalisiya döyüşü və bir də Marna döyüşü. İlk öncə baxırıq 1905-ci ilə aid olan Schlieffen planı. Schlieffen planı Almaniyaya aid idi. 1905-ci ildə ildırım sürətli müharibə, cəld müharibə edərək hər iki cəbhədə deməli sürətli şəkildə qalibiyyət əldə etməkdən ibarət idi və bu məqsədlə 1914-cü ildə başlayacaq Belçika ərazisinə hücum etmək. Məqsəd ondan ibarət idi ki, Belçika ərazisindən keçərək Fransanı məğlub edib bütün qüvvələrini Rusiyaya yönəltməkdən ibarət idi. Lakin Belçika üzərinə yürüş etməsi onun ən böyük strateji səhvi olacaq. Nə üçün? Çünki Belçika müharibədə bir tərəf dövlət idi və Belçikanı müdafiə etməsi sözünü vermişdi İngiltərə. Yəni, hər hansı bir təhlükə baş verərsə, İngiltərə Belçikanı müdafiə edəcəkdi və Almaniyanın Belçika ərazisinə hücum etməsi və İngiltərənin ona müharibə elan etməsinə gətirib çıxaracaqdı. Tannenburg döyüşü tərəflərini yazıram. Tannenburg döyüşündə Rusiya-Almaniya arasında baş vermişdi və burada Almaniya qələbə çalmışdı. Qalisiya döyüşü yenə Rusiya, Avstriya-Macaristan arasında baş vermişdi. Burada Rusiya qələbə çalacaqdı. Marna döyüşü isə Almaniya və onun deyək ki, rəqibləri olan İngiltərə və Fransa arasında baş vermişdi. Xatırladım ki, Belçika ərazisindən sonra Fransaya yürüş və Fransa ərazisi üçün, Fransa varlığı üçün, dövlətçiliyi üçün böyük bir təhlükə yaranmışdı. Lakin İngiltərənin Fransaya burada yardım etməsi Marna çayı sahilində döyüşdə Fransanı həll edici məğlubiyyətdən xilas edəcək. Yoxsa Fransa artıq vəziyyəti bir o qədər də yaxşı deyildi. Almaniya artıq onu məğlub etməyə yaxın bir dönəm idi. Lakin burada Almaniya məğlub ediləcək. Birləşmiş İngiltərə-Fransa qoşunları qələbə çalır və Fransa həll edici məğlubiyyətdən xilas olmuş olacaq. 1914-cü ilə aid olan bütün məqamları bir Qafqaz cəbhəsindən başqa hər birini dedik. Gəlirik 1914-cü ildə Osmanlının Qafqaz cəbhəsinə qoşulduqdan sonra 1914-15-ci illəri əhatə edən Sarıqamış əməliyyatı var. Sarıqamış əməliyyatı 1914-ün dekabrından 15-in yanvarına qədər davam etmişdi. Qafqaz cəbhəsində Rusiya ilə Osmanlı arasında baş vermiş döyüş idi və bu döyüşdə həm hərbi texnika cəhətdən Osmanlının Rusiyadan zəif olması, eyni zamanda da hava şəraiti şaxtalı qışın keçməsi səbəbilə Osmanlı məğlub olur və Rus qoşunları bu döyüşdə qələbə çalacaqlar. 1914-cü illərin hərbi əməliyyatlarını bitirdik. Keçirik 1915-ci ilə aid olan hərbi əməliyyatlara. Onu xatırladım ki, testə düşən ən vacib məqam. Dönə-dönə altından xətt çəkirik. Birinci sual. 1915-ci ildə Almaniyanın əsas məqsədi nədir? 1915-ci ildə Almaniyanın əsas məqsədi Rusiyanı müharibədən çıxarmaqdır. Nə üçün? Çünki Rusiyanı müharibədən çıxarardısa, bütün qüvvələrini qərb cəbhəsinə, Fransaya yönəldəcəkdi və onun üstünlüyü Almaniya üçün böyük üstünlük əldə etmiş olardı, belə olardısa. Lakin 1915-ci ildə Almaniya öz məqsədinə nail ola bilmir. Belə ki, Rusiyanı tamamilə müharibədən çıxara bilməsə də, lakin onu 1915-ci ildə baş verən Gorlitsa döyüşündə məğlub edəcək. Tərəflər oldu Rus, Alman və burada qələbə çalan tərəf Almaniya olacaq. Amma məqsədinə nail olub Rusiyanı müharibədən çıxara bilməyəcək.
Digər bir məqam 1915-ci ildə Almaniya öz rəqiblərinə qarşı istifadə etdiyi 2 yeni texnika, silah olacaq. Bir sualtı qayıqlar və bir də zəhərli xlor qazı. Ən böyük rəqibi olan İngiltərəyə qarşı bunlardan istifadə etmişdi. Çünki İngiltərənin həqiqətən də yəni güclü dəniz donanması var idi, sənayesi güclü idi. Baxmayaraq ki, artıq 20-ci əsrin əvvəlində Almaniyanın sənayesi onu üstələmişdi, amma yenə də İngiltərə güclü sənaye ölkəsi idi və onu zəiflətməyə çalışırdı ki, həm sualtı qayıqlardan, Belçika ərazisində zəhərli xlor qazından istifadə etməklə İngiltərəni məğlub etməyə çalışırdı. Bu yeni texnikalar olacaq. Daha sonra gəlirik 1915-ci ildə müharibəyə daxil olan dövlət və müharibədə tərəf dəyişən dövlət. Belə ki, 1915-ci ildə deməli Üçlər İttifaqına daxil olan İtaliya 1915-ci ildə Antanta tərəfinə keçəcək. London sazişinə əsasən 1915 London sazişi necə oldu keçir? Antanta dövlətinə daxil olan dövlətlər İngiltərə, Fransa, Rusiya bəzi ərazilər vəd edərək İtaliyanı öz tərəfinə çəkir. İtaliya Üçlər İttifaqına daxil olmuşdu 82-ci ildə, 1882-ci ildə, 1915-ci ildə Antanta tərəfə daxil olacaq. Və artıq Üçlər İttifaqı İtaliyanın yerini, doldurmaq üçün 1915-ci ildə Üçlər İttifaqı tərəfindən Bolqarıstan müharibəyə daxil olacaq. Artıq İtaliya getdi. 1915-ci ildə Bolqarıstan daxil olacaq Üçlər İttifaqına. Lakin Bolqarıstanın Üçlər İttifaqına daxil olması ilə Dördlər İttifaqı yaranacaq. Nə üçün? Çünki müharibə başladıqdan sonra eyni zamanda Almaniya, Avstriya, Macarıstan, Bolqarıstan, Osmanlı da müharibəyə daxil olmuşdu 1914-cü ildə Üçlər İttifaqı tərəfindən. Və Bolqarıstanın da daxil olması ilə yaranacaq hansı? Dördlər İttifaqı. Yaranmış Dördlər İttifaqı 1915-ci ildə Bolqarıstan daxil olması ilə yaranmışdır və bu mərkəzi dövlətlər adlanır. 1915-ci ildə digər tərəfdən baxırıq, İngiltərə və Fransa öz müttəfiqləri olan Rusiyaya yardım etmək məqsədi ilə və eyni zamanda boğazları İstanbulu ələ keçirib müharibənin sürətini öz xeyirlərinə çəkmək məqsədi ilə Çanaqqala boğazına qoşun yeridəcəklər. Çanaqqala əməliyyatı əhatə edir 1915-16-cı illəri. Bu Qafqaz cəbhəsində baş vermiş döyüş hesab edilmir. Bu İngiltərə və Fransa Osmanlıya qarşı müharibə elan edirlər. Lakin Türk xalqının şücaəti və Mustafa Kemal Paşanın Türk qoşunlarına uğurlu rəhbərliyi nəticəsində Çanaqqala savaşında Osmanlılar qələbə çalacaq və Osmanlının deyək ki, bütövlüyünü qoruyub saxlaya biləcəklər. 1915-ci ildə baş vermiş hadisələr bunlar oldu. Hansı dövlət yerini dəyişdi? İtaliya. Hansı dövlət müharibəyə daxil oldu? Bolqarıstan 1915-ci ildə Üçlər İttifaqı tərəfindən qoşularaq Dördlər İttifaqının yaranmasına səbəb olacaq. Daha sonra gələcək 1916-cı illərin hərbi əməliyyatlarına. 1916-cı ildə baş vermiş döyüşlər, bir sıra döyüşlər baş vermişdi. Verdun, Jutland, Somme. Hələ ki bunlar haqqında danışaq. Deməli, bu döyüşlərin hər birində Almaniya var. Yəni Almaniyanı hər birində qeyd eləyəcəm. Və bu döyüşlərin heç biri əməli deyək ki, qalibiyyət əldə etməmişdi. Demək olar ki, heç-heçə nəticələnən döyüşlər idi. Verdun Fransa ilə baş vermişdi. Nəticə Almaniya qalibiyyət hesab olunmur. Çox kiçik cüzi bir ərazi ələ keçirmişdi. Yəni demək olar ki, heç-heçə nəticələnmişdi. Jutland yenə Almaniya ilə İngiltərə arasında baş vermişdi. Nəticə heç-heçə və ən böyük qanlı itki, insan tələfatına səbəb olan döyüş bu Verdun döyüşü adlanacaq ki, Verdun qəssabxanası da adlandırılmışdı. Somme döyüşü isə bunların hər ikisinin birləşmiş qüvvələri ilə Almaniya arasında baş vermişdi və ilk dəfə dünya tarixində Somme döyüşündə tanklardan istifadə olunmuşdu. Deməli, 1916-cı illərin hərbi əməliyyatları. Daha sonra gəlirəm 1916-cı ildə İngiltərə və Osmanlı arasında baş verəcək Kütül-Əmarə döyüşü. Osmanlı Bağdad və İraqı daha doğrusu İngiltərə Bağdad və İraqı ələ keçirməyə çalışsa da bu döyüşdə Osmanlı qalibiyyət əldə etmişdi. 1916-cı ildə İngiltərə qoşununu məğlubiyyətə uğratmışdı.
İngilis admiralı da əsir düşmüşdü Kütül Əmarə döyüşü nəticəsində. Daha sonra gəlirik Qafqaz cəbhəsində də döyüş baş vermişdi. Biraz öncə də vurğuladım ki, Qafqaz cəbhəsində hansı dövlətlər mübarizə aparırdı? Rusiya ilə Osmanlı mübarizə aparırdı. 1916-cı ildə Rusiya Qafqaz cəbhəsində qələbə çalaraq Ərzurum və Trabzonu ələ keçirəcək. Yəni burada baş hərflərindən də yadda saxlaya bilərik 1916-cı ildə. Daha sonra 1916-cı ildə Antanta tərəfindən müharibəyə yeni bir dövlət daxil olacaq. Bu da olacaq Rumıniya. Lakin Rumıniya müharibə daxil olması ilə də Almaniya, Avstriya, Macarıstan qüvvələri tərəfindən elə daxil olduğu ildə məğlubiyyətə uğradılacaq. Lakin hələ müharibədən çıxarılmayıbdı. 1916-cı ildə müharibəyə daxil olan dövlət Rumıniya olacaq. 1914-cü ildə müharibəyə daxil olan dövlətlər Yaponiya və Osmanlı. 1915-ci ildə müharibəyə daxil olan dövlət isə Bolqarıstan. 1915-ci ildə tərəf dəyişən dövlət isə İtaliya olacaq ki, Üçlər İttifaqı tərk edib Antantaya qoşulacaq. Daha sonra gəlirik 1917-ci illərin hərb əməliyyatlarına. Artıq müharibə illərdir davam edən müharibə 14-cü ildə başlayıb. Hələ də davam edən müharibə demək olar ki, bir çox dövlətdə böhranlara, acınacaqlı bir vəziyyətə səbəb olmuşdu ki, bizim ən yaxınımızda yerləşən Rusiya imperiyasına bir baxırıq ki, vəziyyət necə idi. 1721-ci ildən yaradılmış, Pyotr tərəfindən yaradılmış imperiya artıq öz tənəzzül dövrünü keçirirdi, artıq süquta doğru gedirdi və 1917-ci ildə fevral inqilabı nəticəsində Rusiyada monarxiya Romanovlar sülaləsi, hansı ki 1613-cü ildən hakimiyyətdə idi, devriləcək. Və Rusiyada acınacaqlı bir vəziyyət yaranır və buna görə də Rusiya öz müttəfiqləri olan İngiltərə və Fransanı xəbərdar etmədən separat akt imzalayaraq müharibəni tərk etmək məcburiyyətində qalacaq. Gəlin baxaq görək Rusiyada necə oldu hakimiyyət dəyişikliyi. Deməli, Romanovlar devriləcək, monarxiya süqut eləyəcək və Rusiyada 1917-ci ildə yaranacaq müvəqqəti hökumət. Müvəqqəti hökumət yaranacaq. Müvəqqəti hökumət müharibənin davam elətdirilməsinin tərəfdarı idi. Lakin müvəqqəti hökumətin hakimiyyəti uzun çəkməyəcək. 1917-ci ilin payızına qədər müvəqqəti hökumət hakimiyyətdə qalacaq. 1917-ci ilin oktyabr çevrilişində hakimiyyətə gələcək bolşeviklər. Leninin rəhbərliyi ilə. Və bu bolşeviklər xalqa müharibəni bitirməyi vəd etmişdi və elə də eləyəcəklər. 1918-ci ilin martın 3-də Brest-Litovsk sülhünü imzalayaraq müharibədən çıxan bolşeviklər olacaq. Yəni bunu çaşdırıb müvəqqəti hökumətə yazırlar. Xeyr, müvəqqəti hökumətin hakimiyyəti artıq Rusiyada bitmişdi. Deməli, 1917-ci ildə Romanovlar sülaləsi devriləcəkdir Rusiyada. Çar hakimiyyətinə son qoyulacaq. Hakimiyyətə gəlir müvəqqəti hökumət. 1917-ci ilin oktyabrına qədər hakimiyyətdə olurlar. 1917-ci ilin oktyabrın səs verməsi ilə hakimiyyətə gələcəkdir bolşeviklər, Leninin rəhbərliyi ilə. Bunu hələ ki burada qoyuruq, hələ 18-ə keçməyək. Daha sonra 1917-ci ildə müharibəyə daxil olan bir dövlət var, ABŞ. ABŞ ümumiyyətlə bilirsiniz ki, Avropadakı münasibətlərə təcridçilik siyasəti yürüdürdü, qoşulmurdu. Baxmayaraq ki, dəstək göstərirdi öz müttəfiqləri olan dövlətlərə, hansı ki, borc vermişdi İngiltərəyə, Fransaya, lakin müharibəyə qoşulmurdu. Lakin 1917-ci ildə artıq Almaniya sualtı qayıqlar vasitəsilə İngiltərə gəmilərini batırır və artıq biraz üstünlük ələ keçirməyə çalışdığını görən ABŞ bu şeyləri bəhanə edərək müharibəyə daxil olacaq ki, müharibədə öz vətəndaşlarının zərər çəkməsi, həm də borc verdiyi dövlətlərin məğlub olmasını sözsüz ki istəmirdi. Çünki yəni onlara borc vermişdi. Onların qələbə çalmasını sözsüz ki istəyirdi və bu məqsədlə müharibəyə 1917-ci ildə daxil olacaq. 17-ci ildə daxil olan dövlət isə ABŞ oldu. ABŞ-ın müharibəyə daxil olması dünya müharibəsinin əsaslı surətdə dəyişdirəcək. Belə ki, müharibə artıq Antantanın qələbəsini tam təmin etmiş olacaq ABŞ və 1917-ci ildə ABŞ-ın müharibəyə daxil olması ilə üstünlük Antanta tərəfinə keçəcəkdir. Digər tərəfdə 1917-ci ildə keçmiş müttəfiqlər arasında Caporetto döyüşü olacaq. Caporetto döyüşü. Uzun yazmıram. Deməli, keçmiş müttəfiqlər dedikdə kimləri nəzərdə tuturam? Almaniya, Avstriya, Macarıstan. Sözsüz ki, bunların bir müttəfiqi var idi İtaliya. Lakin 1915-ci ildə rəqib tərəfə keçdiyi üçün artıq rəqib olur. İtaliyanı məğlub edəcəklər.
Hansı döyüşdə? Caperetto döyüşündə 1917-ci ildə. Bu da bizim 1917-ci ilə aid olan əməliyyatlarımız idi. Daha sonra gəlirəm artıq müharibənin sonuna, 1918-ci illərin hərbi əməliyyatına. Baxırıq 1918-ci ildə, hansı ki artıq ABŞ 17-dən daxil olmuşdu müharibəyə, ABŞ-ın köməkliyi ilə bir Marna döyüşü olacaq 1918-ci ildə, hansı ki 1914-cü ildə baş vermiş Marna döyüşü ilə nəticələri eynidir. Yəni Fransanın yenə də məğlubiyyətinin qarşısı alınacaqdır. Bu səfər ona ABŞ köməklik göstərəcək. Yenə də Alman qoşunları 1918-ci ildə baş vermiş növbəti Marna döyüşündə məğlub ediləcək. Daha sonra artıq müharibə yekunlaşmağa doğru gedir. Ardıcıllıqla baxaq müharibəni tərk edən dövlətlərə. Rusiya martın 3-də Brest-Litov sülhünü imzalayaraq müharibədən çıxacaq və Rusiyanın müharibədən bu cür çıxması onun müttəfiqlərini pis vəziyyətə qoyacaq. Belə ki, Almanya şərq cəbhəsindən bütün qüvvələrini qərb cəbhəsinə yönəldəcək və ona görə də müharibədə qalib gələn tərəfdə olsa da məğlub dövlət olacaq və ona deyək ki, müharibənin xeyrindən heç nə verilməyəcəkdir. Heç bir konfransada çağırılmayacaq Rusiya. İlk tərk edən Rusiya olacaq martda. Daha sonra Rusiyadan sonra Rumıniya müharibəni tərk eləyəcək mayda. Rumıniya nə zaman müharibəyə daxil olmuşdu? 1916-cı ildə. Ardınca olacaq Bolqarıstan, daha sonra Osmanlı, daha sonra Avstriya, Macaristan, daha sonra isə Almaniyanın müharibəni tərk etməsi ilə, kompensasiya imzalanması ilə müharibə 1918-ci ildə Almaniyanın tam məğlubiyyəti qəbul etməsi ilə başa çatır. 1918-ci ildə, yəni Antanta qüvvələri qələbə çalacaq 1918-ci ildə. Müharibə bitdikdən sonra əsas məsələ həm 1-ci, həm də 2-ci Dünya müharibəsi üçün ortaq cəhət biz götürəcəyik deportasiya. Düzdür, hələ 2-ci Dünya müharibəsi yəni keçirməyib, lakin bilək ki, orada da Stalin həm ABŞ tərəfindən, eyni zamanda da SSR tərəfindən bir çox xalqların, milli azlıqların deportasiyası baş vermişdi. Hələ ki, mən 1-ci Dünya müharibəsindən danışıram. 1915-ci ildə qondarma erməni soyqırımı adlandırılan, ermənilərin Osmanlı ərazisində soyqırıma onların adlandırdığı kimi məruz qalması, hansı ki 1915-ci ildə ümumiyyətlə müharibə gedişatında baş vermiş əməliyyatlar gedişatında Osmanlı ərazisində yaşayan ermənilər Osmanlılar haqqında casusluq edirdi. Rusiya və onun müttəfiqlərinə və bundan duyuq düşən Osmanlı öz ərazisində yaşayan ermənilərin böyük bir hissəsini ərəb torpaqlarına, iqlimi biraz çətin şəraitli olan ərazilərə sürgün edilməsi haqqında fərman verilmişdi. Deportasiyası haqqında fərman verilmişdi və bu deportasiya müddəti məhv olan ermənilər də var idi ki, yəni onlar sonradan bunu dünya tarixinə, dünya ictimai birliyinə soyqırım kimi qələmə vermişdilər 1915-ci ildə. Belə bir hal olmasa da belə onlar onu ona görə biz ona qondarma erməni soyqırımı deyirik. Daha sonra gəlirik müharibə nəticəsində, 1-ci Dünya müharibəsi nəticəsində parçalanmış imperiyalara baxırıq. Hansı imperiyalar olacaqdı? Məğlub olan dövlətlərdə sözsüz ki, Almaniya imperiyası yaranmışdı 1871-ci ildə, bəli, 1-ci Dünya müharibəsi nəticəsində 1918-ci ildə parçalanacaq. Yəni tamamilə imperiya süqut eləyəcək. Daha sonra Rusiya, hansı ki Pyotr tərəfindən Nişta sülhünə əsasən yaranmış imperiya varlığına son qoyulacaq, həm də Romanovlar sülaləsi süqut eləyəcək. Avstriya Macaristan imperiyası 1867-ci ildə yaranmış imperiya da süqut eləyəcək və eyni zamanda Osmanlı müharibəni tərk eləyəcəkdir Mudro sülhünə əsasən. Müharibəni Mudro sülhünə əsasən 1918-ci ildə tərk eləyəcək. Bəs Brest-Litov sülhünə əsasən müharibəni tərk eləyən dövlət hansı olmuşdu? Bu Rusiya olmuşdu. Və Osmanlı da çox təəssüflər olsun ki, ərazisinin 5-dən 4 hissəsini itirəcək və Osmanlı imperiyası 1-ci Dünya müharibəsi nəticəsində dağılmış imperiyalardan biri olacaqdır.